Bismillahirrahmanirrahim. Birlik zamanı. Və atasimu bihablillahi cəmi'an və la təfərraqu. Hamınız Allahın ipindən möhkəm yapışın və ayrılmayın. Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizin düşməni idiniz. O qəlblərinizi birləşdirdi və onun neməti sayəsində qardaş oldunuz. Ali İmran surəsi 103-cü ayə. Şərif Sənaye Universitetinin tələbələrindən biri idi. Ölkənin dahi şəxslərindən hesab olunurdu. O, patentləşdirilmiş bir ixtiranın müəllifi idi və məşhur qəzetlər onunla müsahibələr aparırdı. Muhammed Rıza Çəməni Nişapurdan Tehrana gəlmişdi. Universitetdə təhsil almaqla yanaşı, Tehrandakı alimlərin hüzurunda iştirak edərək dini maarifə də yiyələnirdi. Onun bir ruhani tələbə qədər dini savadı var idi. Çox mütaliə edirdi. Dünya həyatının cazibəsinə aldanmırdı. Kürdistandakı qarşıdurmaların başlaması ilə ölkənin qərbinə yola düşdü. Bir il sonra müharibə başladı, amma Kürdistanda hələ də gərginlik və qarşıdurmalar var idi. Nəhayət, bir gün ziddi inqilabçı qüvvələrdən olan və müsəlmanlıq iddiası edən Kumeyn qruplaşması tərəfindən pusquya düşdü. Muhammed Rıza və onun 5 nəfər yoldaşı silahlı qruplaşma tərəfindən əsir alındı və sabahı gün onların edam olunması haqqında qərar qəbul edildi. Nə qədər danışığa getsələr və desələr ki, biz sizin əmniyyətiniz üçün bura gəlmişik, amma faydasız oldu. Muhammed Rızanın 5 nəfər dostu birlikdə edam olundular və növbə Muhammed Rızaya çatdı. O icazə istədi ki, əvvəlcə sübh namazını qılsın. O dəstəmaz almağa məşğul olanda qrupun rəhbəri ona dedi, sənin dəstəmazın və namazın batildir və Muhammed Rıza dəstəmazın qaydası, namaz və hətta bəzi etiqadi və siyasi məsələlər haqqında onu edam etmək istəyən şəxslərlə bəhs etməyə başladı. Bu mübahisələr davam edərkən biri dedi, bu gənci edam etməyin. Qoy bizim alimimiz gəlsin və ona yolunun səhv olduğunu başa salsın. Bir saat sonra alim gəldi və Muhammed Rıza ilə müzakirələrə başladı. Muhammed Rızanın Quran dəlilləri çox güclü idi və hətta onların kitablarından sübut gətirirdi. Bu müzakirələr günortadan sonrayadək uzandı və inqilab mövzusuna, hətta ölkənin siyasi məsələlərinə yönəldi. Alim dedi, bu gənci edam etməyin. Səhərsi gün alimlə Muhammed Rıza arasındakı bəhslər yenə davam etdi. Təxminən bir ay ərzində hər gün bir neçə alim gəlib, Muhammed Rıza ilə müxtəlif mövzular üzrə müzakirələr aparırdılar. İndi artıq Muhammed Rızanın dəlillərini qəbul etmişdilər və daha çox elm öyrənmək istəyirdilər. O, artıq həbsxanada deyildi və yaxşı şəraitdə saxlanılırdı. Muhammed Rıza bu ayələri oxuyur və deyirdi, biz birlikdə olmalı və düşmənimizə Amerika və İsrailə qarşı çıxmalıyıq. O, hətta deyirdi ki, Səddam da Amerika vasitəsilə idarə olunur və tezliklə məhv ediləcək. Bir müddət sonra qrup rəhbəri Muhammed Rızaya dedi, gəl bizim gənclərlə danış, çünki onların çoxu kommunizmə meyil edib. Muhammed Rıza bunu bir neçə gün ərzində etdi və hamı onu tanıdı. Bir müddət sonra ona dedilər, sən azadsan, gedə bilərsən. Muhammed Rıza gülümsədi və dedi, neçə ay mənim ömrümdən aldınız, indi isə get deyirsiniz? Xeyr, bu mümkün deyil. Ya məni aranıza qəbul edirsiniz və mən də sizinlə oluram, ya da mənim fikrimi qəbul edin və İranın müsəlman xalqı ilə düşmənçilikdən əl çəkin. Onlar dedilər, biz sizin neçə adamınızı öldürmüşük. Əgər sizə qoşulsaq, hamımızı edam edəcəklər. Muhammed Rıza dedi, mən sizin üçün Sepah komandirindən amannamə alaram. Ertəsi gün Bani korpusuna yola düşdü və Sepah komandiri ilə əlaqə qurdu. Onların hamısının adından amannamə aldı. Möhür və imza vurdurdu. Muhammed Rızanın güclü dəlilləri və imanı nəticəsində 120-dən çox ziddi inqilabçı əskərlər inqilabı qüvvələrə çevrildi. Muhammed Rıza həmişə birliyi təbliğ edirdi və deyirdi, əgər biz müsəlmanlar birlikdə olsaq və rəhbərin arxasında dayansaq, heç bir düşmən bizi məğlub edə bilməz. Düşmənin yeganə səyi parçalanma yaratmaqdır. O əsirlikdən qayıtdıqdan sonra bir görüşdə başına gələnləri danışdı. Onun dostları bu xatirələri qeyd etdilər və bunlar kitab şəklində nəşr olundu. Daha sonra o yenidən cəbhəyə yollandı
və şəhid Brunsi ilə birlikdə Nəsr batalyonunda iştirak etdi və Bədr əməliyyatında şəhadətə qovuşdu.